Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı? İsmət Qaybov adına bir nömrəli tam orta məktəbin 8B sinif şagirdiyəm. Bundan əlavə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin 5 illik muğam sinifini bitirib, həmin məktəbin 5 illik fortepiano ixtisasında oxuyuram. Ən böyük arzularımdan biri Şuşada çıxış etmək idi və 2024-cü il 1 iyun tarixində Şuşada ifa etmək üçün dəvət olundum. Xəyallarım reallaşdı. Gələcəkdə əslində mən tibb üzrə getmək istəyərdim, ancaq tibblə birlikdə yenə də muğam sənətində davam elətdirmək istəyərəm. Mənim səsimi Şövkət Ələkbərovaya çox bənzədirlər və mən də bununla qürur duyuram. Bu sənətdə Şövkət Ələkbərovanı, Kamilə Nəbiyevanı, Səbinə Ərəblini çox bəyənirəm. Sinif yoldaşlarımla aramda əslində çox dəyişiklik olmadı, sadəcə dostlarım artmağa başladı, belə deyərəm. Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Sosial şəbəkələrdə özümü izləyirəm, kommentlərimi də oxuyuram. Bəzi insanlar bu səsin mənə aid olduğuna inanmırlar, amma bu belə deyil. Mən əslən Laçınlıyam. İşğaldan azad edildiyinə görə çox sevmişəm. Oralara getmişəm və çox bəyənmişəm. Getmə kimsəsizəm, qal sənə qurban. Ələnsin Rəbindən, bal sənə qurban, bal sənə qurban. Ələnsin Rəbindən, bal sənə qurban, bal sənə qurban.